Eyni adlı kəmiyyətlərin nisbəti. Yəni uzunluğun uzunluğa, kütlənin kütləyə, həcmin həcmə nisbəti bəzi halda tapmaq lazım gəlir. Bunlar da eyni adlı nisbətlərdir. Bu halda nisbətləri sadələşdiririk və yanlarında artıq vahidi yazmırıq. Məsələn, buradakı şəkildə 4 sm və 6 sm. Yəni eyni adlı kəmiyyətlərdir, uzunluq vahidlərdir. Sual olar, n-in uzunluğa nisbəti. Yəni eni 4 sm-dir, uzunluğu 6 sm-dir. Artıq bu nisbəti yazdıq. 4 sm-lər getdi. 4 ilə də 6 hər ikisi 2-yə bölünür. 3, 2 qaldı, 2, 3. Bunu da nisbət kimi yazsaq 2 bölünsün 3. Yəni gördünüz, burada artıq yanında vahidi yazmadıq. Və ya da uzunluğun n-ə nisbəti deyə bilər. Yenə də 6 sm böl 4 sm yazırıq. Santimetrlər də elə bir necə ki biz ixtisar edirik eyni ədədləri. Bunlar da ixtisar gedir. 6 ilə 4 hər ikisi 2-yə bölündü. 2, 3. Sürətdə qaldı 3. Məxrəcdə 2. Biz də bilirik sürəti birinci yazırıq. Kəsir xətti bölmədir. 3 böl 2. Yəni 3-ün 2-yə nisbəti. Gəlin məsələlərinə baxaq. Çalışmalarda şəkildə verilənlərə görə uyğun nisbəti yazın və sadələşdirin, tərsini yazın və nəyə göstərdiyini izah edin. İndi deyir, quzunun kütləsinin, quzu birincidir deyə sürətdə yazırıq 8 kiloqram. Quzunun kütləsinin dananın kütləsinə 68 kiloqram. Yenə kiloqramlar getdi. 68 ilə 8 hər ikisi 4-ə bölünür. Sürətdə qalır 2. Bunu da 4-ə böləndə isə 17. Yəni 2 böl 17-də 2, bu da 2 bölünsün 17 deməkdir. Oldu deməli, quzunun kütləsinə, dananın kütləsinə nisbəti 2 bölünsün 17. İndi tərsini yazsaq, bu nisbətimiz olacaq 17 böl 2. Bu da deməkdir ki, dananın kütləsinin quzunun kütləsinə nisbəti. Nərə balığı uzunluğunun hek balığının uzunluğuna nisbəti nərə 140 santimetr bölünsün 30 santimetr. Yenə santimetrlə hər ikisindən 0-ı sildik. 14 ilə 3 qarşılıqlı sadə olduğuna görə ixtisar olunur. Yəni 14-ün 3-ə nisbəti. Tərsində yazsaq, hek balığının nərə balığına nisbəti olur. 3-ün 14-ə nisbəti. 2 nömrəli kəmiyyətləri eyni vahidlərlə ifadə edin və sadələşdirin. Yəni baxırıq, burada biri qramdır, biri kiloqramdır. Eyni adlı kəmiyyətlər olsa da, sadəcə yəni biri qram, biri kiloqramdır deyə onu da yenə eyni ölçüyə gətirməliyik. Baxaq burada. A variantında A variantı 14 cm 4 metr. Yəni bunları 14 cm 4 metri də santimetrə çevirsək 400 cm. Yenə santimetrlər hər ikisi 2-yə bölündü. 7 200. Yəni 7 bölünsün 200. Nisbət 7 bölünsün 200. B variantında 7 litri millilitrə çevirsək 1 litr 1000 milli. 7000 milli bölünsün 500 milli. Yenə millilər 2 0 hər ikisindən sildik. 70 də 5-ə bölünəcək. Çünki sonu 0-la bitir. 70-i də 5-ə bölsək 75-ə bölündü 14. 5 5-ə 1. Yəni 14-ün 1-ə nisbəti. C bəndində 2 həftə, 1 həftə 7 gündür, 2 həftə olacaq 14 gün, bölünsün 6 gün. Günlər yəni getdi, 14 ilə 6 hər ikisi 2-yə bölünür, 2-də 7, yəni 7-nin 2-yə nisbəti. D variantında D variantı
Desimetri santimetrə çevirək. 40 desimetr, 40 santimetr, 20 santimetr. Yine santimetrlər 40 ilə də 20, hər ikisi 20-yə bölündü. 2-nin 1-ə nisbəti. Y variantında 1 saat 60 dəqiqədir. Onda 2 saat 120 dəqiqə bölünsün 200 dəqiqə. Dəqiqələr getdi. Hər ikisindən bir sıfırı silərik. İndi 20 də 4-ə bölünür 5, 12 də 4-ə 3. O da bərabərdir 3-ün 5-ə nisbəti. F variantında 40 qəpik manat. 40 qəpik qalsın. 1 manat 100 qəpikdir. Bu da 3 manatımız olacaq. 300 qəpik. Qəpiklər sıfırların birini sildik. 4 ilə də 30 hər ikisi 2-yə bölündü. 15-də 2, yəni 2 bölünsün 15. G variantında kilogram tondur. Kilogram qalsın 240 kilogram. 1 ton 1000 kilogramdır. 6000 kilogram olacaq. Kilogramlar sıfırlarını sildik. 600'dən də 24. Hər ikisi 24'ə bölünür. 1 624'ə bölünür 25. Yəni 1 bölünsün 25. H variantı 36 saniyə dəqiqədir. 36 saniyə qalsın. 1 dəqiqə 60 saniyədir. 4'ü də 60'a vurduq. 240 saniyə. Saniyələrimiz 36 ilə 240'ı da hər ikisi 12'yə bölünür. 3 240'ı da 12'yə böləndə 20. Bu da bərabərdir. 3 bölünsün 20. İ variantında 3 metrin kvadratı 40 desimetrin kvadratıdır. Metrdən desimetrə 10'a vururduq. Kvadrat olduğuna görə 100'ə vuracaq. Olur 300 desimetrin kvadratı 40 desimetrin kvadratı. 30 ilə də 4 hər ikisi 2'yə bölünür. Oldu 15 bölünsün 2. Yəni 15'in 2'yə nisbəti. J variantı 250 gram 1 kilogram. 1 kilogram 1000 gramdır. Məxrəcə yazırıq 1000 gram. Sürətdə 250 gram. Gramlar getdi. 200, 1000'i də 250'yə 4. 4'də 1, yəni 1'in 4'ə nisbəti. K'da 4 ay 1 il. 4 ay qalsın. 1 ildə 12 aydır. Yine aylar da getdi. 12 ilə 4, 3, 1. Yəni 1'in 3'ə nisbəti. Elde isə həcm vahidlərdir. 300 millimetrin kubu bölünsün 2 santimetrin kubu. Santimetrdən millimetrə keçəndə 1000'ə vuracaq. 1000. Çünki santimetrdən millimetrə 10'a vururuq. Kub olduğuna görə 1000. 2000, bu da 300 millimetrin kubu. Burada da millimetrin kubu. Yəni 3, 20, o da bərabərdir 3'ün 20'yə nisbəti. Üç nömrəli çalışmada uzunluğu 18 cm olan AG parçası 6 bərabər hissəyə bölünüb. 18'i 6'ya böldük, hər birinə 3 düşdü. Bax, A'dan B'yə 3 cm, B'dən C'yə 3, yəni hər biri bu 3 cm oldu. İndi deyir, nisbətləri tapın. A'dan D'yə baxırıq. Bax, A'dan D'yə neçə dənə 3 var? 3 dənə 3, yəni bu 9 oldu. 9'un A'dan Y'yə. A'dan Y'yə 1, 2, 3, 4 dənə 3 var. O da 12. Hər ikisi 3'ə bölürük. Olacaq 3 bölünsün 4. Tuzla baxanda burada bax, elə ki 3'dür deyə, elə burada 3 pay bundadır, 4 pay bundadır. 3'ün 4'ə nisbəti kimi də yaza bilərdik. C'dən Y'yə. İndi C'dən Y'yə baxaq. C'dən Y'yə 2 paydır. Yəni 6 bölünsün. B'dən G'yə isə buradan bura 1, 2, 3, 4, 5 dənə 15.
Bu da olacaq. Hər ikisi 3'ə bölündü. 2 bölünsün 5. C variantında YF'ə 1 paydır. Yəni 3 bölünsün. A'dan Y'yə isə 1, 2, 3, 4. Yəni 12. O da bərabərdir. Hər ikisi 3'ə bölündü. 1 böl 4. D variantında AF. A'dan F'ə 5. Yəni 15. Burada da yanlarında santimetrdə yaza bilərsiniz. 15. B'dən D'yə isə 6. O da bərabərdir. Hər ikisi 3'ə bölünsə 5 bölünsün 2. Gəldiyi məsələ. Uyğun nisbətləri yazın və sadələşdirin. Maşının çənindəki 50 litr benzindən 35 litr sərf olundu. Qalan benzinin sərf olunmuş benzinə. Deməli qaldı, qalanı olacaq 50-dən çıxırıq 35-i, bu da 15 litr. Bizə deyir, qalan benzinin, yəni 15-in sərf olunmuş, yəni 15 litr bölünsün, sərf olunmuş benzində 35 litr. Litrlər gedir, hər ikisi 5'ə bölündü, 3 bölünsün 7. Sərf olunmuş benzinin, yəni 35'in əvvəl çəndə olan benzinə 50 litrə nisbəti. Burada yenə litrlər gedir. Hər ikisi 5'ə bölünür. 7 bölünsün 10. 4-də B variantı. Birinci əkin sahəsindən 420 ton qeyd edək. Birinci 420 ton. İkinci əkin sahəsindən isə ikincidən 140.000 kilogram. 1 ton da 1000 kilogramdır. Bunu da 1000'ə bölsək, olar 140 ton yığıldı. İkinci sahədən yığılan məhsulun birincidən yığılan məhsula nisbəti, yəni 140 ton bölünsün 420 ton. O da bərabərdir. Sıfırları ixtisar getdi hər ikisində, tonlar da getdi. Hər ikisini 7'yə bölsəm 2, hətta 14'ə bölünür. 14'ə 1 bölünsün 3. Birinci sahədən yığılan məhsulun, yəni 420'nin tonun bölürü ümumi məhsula nisbəti. 140 da 420'nin cəmi 560 tona. Sıfırlar. Hər ikisi 14'ə bölünür. 3 bölünsün 4. C variantı. Bir kvadratın sahəsi 8, digər kvadratın perimetri 240, yəni birincinin sahəsi bərabərdir 9, ikincinin isə perimetrini verib. Bu santimetrin kvadratı 240 millimetr. Kiçik kvadratın tərəfinin birincinin tərəfi olacaq A bərabərdir 3, ikincinin tərəfini tapmaq üçün isə 4, bunu belə işarə edək, bu fərqlənsin. B bərabərdir 240'ı bölürük 4'ə. Bu 60 millimetr. O da bərabər olur 6 santimetr. İndi bizə deyir ki, kiçik kvadratın tərəfinin kiçik 3'dür. 3'ün 3 santimetri. Böyük kvadratın tərəfinin nisbəti 6 santimetr. Bu da 1 bölünsün 2. Yəni bunun cavabı bu oldu. Böyük kvadratın sahəsi 9 santimetrin kvadratı, kiçik kvadrat, daha doğrusu böyük 6 olan idi. Böyük kvadratın sahəsi 36 santimetrin kvadratı, kiçik kvadratın sahəsi isə 9 santimetrin kvadratı. Yine santimetrlər də getdi. 36, 9 hər ikisi 9'a bölünür. 4 bölünsün 1.